Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya Aktual verilişi ilə yenidən qarşınızdayıq. Bugün də olduqca aktual bir mövzudan, demək olar ki, hər birimizi narahat edən bir məsələdən danışacağıq. Son dövrlər Azərbaycan televiziya məkanında, xüsusilə özəl telekanallarda bayağı verilişlər, musiqilər yayımlanır, ailə dəyərlərimizə zidd seriallar çəkilir. Bu məsələdən ətraflı danışacağıq. Təbii ki, qonağımızla birlikdə qonağımızı təqdim etmək istəyirəm. Studiyamızın qonağı tanınmış teleradio jurnalisti, Azərbaycan Dövlət Televiziyasının veteranlarından olan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, həmçinin Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü Mübariz Süleymanlı. Xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Təşəkkür ederim. Mübariz bəy, biz elə sualımızı belə sizə ünvanlayaq. Siz özünüz də təbii ki izləyirsiniz, yəqin ki görürsünüz Azərbaycan televiziyasının xüsusilə özəl telekanallarda yayımlanan verilişlər, musiqilər, seriallar. Bu barədə münasibətiniz necədir bunlara? Çox sağ olun Zənitaz xanım, günümüzün aktual mövzularından birinə toxunmusunuz. Həm sizin Missiya TV-nin kollektivinə, həm sizə təşəkkür edirəm və bugün xalqımızın ağrılı yerlərindən biridir bugün. Həmin dediyiniz verilişlərin yayımlanması, həm Azərbaycan ailəsinə, həm Azərbaycan xalqına, həm dilimizə, həm dinimizə, həm dövlətçiliyimizə zidd ola bilən məsələlər bu günləri televiziyalarda yayımlanır və ən əsas Azərbaycan ailəsinin qorunmasından ötürü biz bu günləri, çünki Azərbaycan ailəsinin özünün mental dəyərləri var. Bu mental dəyərləri öz əxlaqımızla 100 illərdir, 1000 illərdir bizim dədələrimiz, babalarımız qoruya gətirib, bugün əsrlərdən əsrlərə, bugün gətirib Azərbaycan xalqına nümayiş etdirir, çatdırır. Çünki Kitab-ı Dədə Qorqudda, Qabusnamədə və ondan əvvəl yazılan bizim Azərbaycan əxlaqı haqqında hər bir valideynin, hər bir ananın, hər bir atanın övladına olan münasibəti və ailə dəyərləri qorunub saxlanıb. Çəkilən seriallarda məni və mənim kimi minlərlə insanı, tamaşaçını, ziyalını narahat edən məqamlar nədir? Birinci, efirə, ekrana yaraşmayan, orada görüntülərin xalqa çatdırılması. Yəni buna ən azı profesional rejissor baxmalıdır. Buna ən azı verilişin ssenari müəllifə baxmalıdır. Filmin ssenari müəllifə baxmalıdır ki, burada mental dəyərlər qorunmalıdır. 18-20 yaşında bir gəncin 50 yaşında, 55 yaşında bir qadından, eşqindən, vurulmasından bir söhbət getməsi Azərbaycan əxlaqına uyğun deyil. Bu təkcə bizim işimiz deyil. Azərbaycan Respublikasında Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin bilavasitə buna təsiri olmalıdır. Onlar bu haqda həyəcan təbili çapmalıdır və bu televiziyalara müraciət eləməlidir. Bu televiziyalar deyəndə biz Azərbaycan Dövlət Televiziyasının və İctimai Televiziyanı və bir neçə televiziyalarda çıxmaq şərti ilə bu televiziyalar bu mental dəyərləri qoruyub saxlaya bilir. Onun qorunub saxlanmasında da mütəxəssislərin rolu var. Və o mütəxəssislər də həmin o ASTV dediyimiz şineldən çıxan mütəxəssislərdir. Çünki onlar bilir ki, bu verilişlər, yəni yadınıza gələrsə 91-95-ci illərə qədər Azərbaycan televiziyasında açıq-saçıqlığa ümumiyyətlə yol verilməmişdir. Hətta 2000-ci illərdən ortalarına qədər bu hadisələr yoxdur. Mən bu haqda ona görə o idarədə uzun illər çalışdığıma görə və mən bunları nəzarət eləyən bir insanlardan biri olmuşam. Mən orada uzun müddət Həmkarlar Komitəsi sədrinin müavini olmuşam, həm də Nizam-İntizam Komissiyasının rəhbəri olmuşam. Və mən Azərbaycan televiziyasında belə verilişlərin, belə geyimin, belə açıq-saçılığın əleyhinə qalxmalıydım və biz onu qoruyurduq. Mən qorumurdum, onu xalqımız qoruyurdu, onu dilimiz qoruyurdu. Onu bizim 4000-lik, 3867 nəfərlik televiziya kollektivi qoruyurdu. Bəs bugün bizə mane olan nədir? Kimlər bizi bu yolda azğınlaşdırır? Niyə görə bizim verilişlərin çəkilişində məhdudiyyətlər qoyulmur? Senzura, bəli, Azərbaycanda götürüldü, ləğv olundu. Yaxşı oldu, lazımdır. Mən də istəyirdim bir jurnalist kimi senzura götürülsün. Bəli, götürdük senzuranı. Senzura götürüləndən sonra bu qədər açıq-saçılıq nədir? Təkcə verilişlərdən söhbət getmir. Mahnılardan, bayağı mahnılardan, efirlərdə dedikodulardan, ailə dağıdan dedikoduların, verilişlərin getməsinin əleyhinəyəm mən. Mən yenə ifadəsini özümə görə işlətmirəm. Bunu mən deyəndə böyük bir şəkildə Azərbaycan ziyalısı bunu istəmir. Azərbaycan xalqı istəmir ki, efirdə belə dedikodular. Kimin ailəsi, hansı müğənninin, hansı aktyorun ailəsi necə yaşayır? Bu Azərbaycan efiri üçün, Azərbaycan xalqı üçün maraqlı deyil. Bizə o aktyorun, o müğənninin xalqa verəcəkləri lazımdır. Yəni, bugün efirə çıxan xalq artistlərimiz, bugün efirə çıxan bizim müğənnilərimiz, aktyorlarımız, yəni həmin o tanıdığımız 100 illərin
o ənənəni qoruyub saxlayan bu günlərdə oldu da Azərbaycan Teatr Günü. Bəli. Ayın 10-undaydı. Azərbaycan 10 Teatr, bəli, 10 martda Azərbaycan Teatr Günü oldu. Azərbaycan teatrının görürsüz ki, həmin o adət-ənənələri, o danışığı, o nitqi, o mədəniyyəti necə qoruyub saxlayıb? Çünki söhbət gedir teatrlarda çalışan mütəxəssislərdən. Söhbət gedir televiziyalarda bu günləri aparılan verilişlərin mən əleyhinə deyirəm, qoy olsun, nə qədər bizdə müasir verilişlər olsun. Avropaya da istinad eləyək, Şərqə də istinad eləyək. Bəli, Mövlana Cəlaləddin Rumidən də deyəndə, Şekspirdən deyəndə getməli heç olmasa Şərq ədəbiyyatına da müraciət eləməliyik. Ən azı Şərq ədəbiyyatında bizim mental dəyərlərimiz haqqında nə qədər gözəl bir Nizami Gəncəvinin bu yaradıcılığı hansı xalqın poeziyasında, hansı xalqın yaradıcılığında var, hansı xalqın şairində, publisistində var. Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, bizim ən böyük Üzeyir Hacıbəyovun yaratdığı, Fikrət Əmirovun yaratdığı, Qəmbər Hüseynlinin Bir Cücələrin mahnısı bugün dünyanın 70-dən çox ölkəsində səslənir. Bu Azərbaycan musiqisinin, Azərbaycan bəstəsinin uğurudur, xanım. Biz bunu niyə sevinməməliyik ki, bizim Azərbaycan bəstəkarı Sultan Hacıbəyovun Karvan operası bir çox xalqların filmlərində çəkilib. İndi biz gətirib filmlərimizdə bayağı musiqilərlə, Azərbaycan seriallarında abırsız musiqilərlə seriallar çəkilir. Niyə mənim Azərbaycanın böyük bəstəkarları Qara Qarayevi ola-ola, Üzeyir Hacıbəyevi ola-ola, Sultan Hacıbəyevi ola-ola, Fikrət Əmirovu ola-ola, Qəmbər Hüseynisi ola-ola, mən niyə gedib xarici dövlətlərdə tanınmayan, 5 nəfər tərəfindən tanınan bir bəstəkarın musiqisini gətirib güclə öz verilişimdə, öz filmimdə səsləndirməliyəm. Axı, biz bunları qorumalıyıq. Kim qorumalıdır? Azərbaycan mental dəyərini kim qorumalıdır? Biz qorumalıyıq da, aktyoru qorumalıdır, müğənni qorumalıdır, jurnalist qorumalıdır, alimi qorumalıdır, onun dilçisi qorumalıdır. Bizim boynumuza düşən yükdür bu. Bəs biz bunu necə təbliğ eləməliyik? Sözsüz ki, efir vasitəsilə bugün efirin vurduğu zərbələr daha çoxdur. Evet, özü gənc nəsil, uşaqlar da izləyir. Gənc nəsil izləyir və gənc nəslin beyninin bugün qabardığı, götürdüyü, qopardığı bir vaxtdır. Onun beyninin məhsuldar işlədiyi bir vaxtdır. Məhsuldar işləyən beyin nəyi görsə onu dərhal götürür. Körpə uşaqlardan biz mobil telefonları yığışdıra bilmirik. Özünüz görürsünüz ki, balaca uşağı, körpə uşağa, 1 yaşıdır hələ olmayan uşağın əlində telefon görəndə uşaq artıq valideyndən çox telefona vurulur. Çünki artıq telefon sevgisi onda yaranır. Biz o biz babalarımızın məhəbbətini yaratmalıyıq. Biz nənələrimizin məhəbbətini yaratmalıyıq. Biz atalarımızın dilini qoruyub saxlamalıyıq. Biz nənələrimizin laylalarını qoruyub saxlamalıyıq. Ondan ötürü nə eləməliyik? Təbliğatı düzgün aparmalıyıq. Efirdə düzgün təbliğat olmalıdır. Həm verilişlərdə, həm seriallarda, həm musiqilərdə bayağılığa yol vermək olmaz. Həmçində bayağı verilişlərə, seriallara reyting daha çox onlarda olur. Bunun səbəbləri nədir? Efirimiz baskına məruz qalır. Ona görə də həmin ekranı, həmin efiri qorumadan ötürü Azərbaycan Cəfər Cabbarlının adını daşıyan kinostudiya vardı və bizim Azərbaycan kinostudiyasının çəkdiyi hər bir film ibrətamizdir. Bugün dünyaya nümunəvi göstəriləsi, biləsi Azərbaycanın biri-birindən gözəl, istər tüfək səsi olsun, istər böyük dayaq olsun, istər axırıncı aşırımı olsun və istərsə də Azərbaycanın ögey anası olsun. Bu filmlər Avropanın bu günləri senaristlərinin, rejissorlarının çəkdikləri, hələ o köhnə aparatura ilə işləyib çəkdiyi filmlər bugün dünyada bir sıra nailiyyətlər əldə edir. Bunu biz qorumalıyıq. Bir millət olaraq, bir xalq olaraq, bir dövlət olaraq bizim dövlətimizin apardığı siyasətə uyğun. Bizim xalqımızın öz dili var, Azərbaycan ədəbi dili var, ədəbi dilinin zənginliyi var. Bu ədəbi dilin zənginliyini niyə qorumayaq? Bizə kimdir mane olan? Niyə mənim dilimdə səsləndirilə biləcək gözəl sözlər kənara qoyulub, bayağı sözlər, Avropadan lüzumsuz sözlər gətirib mənim dilimə məcburan yapışdırılıb, xalqa təqdim olunmalıdır. Cəlanıb xalqa təqdim olunmalıdır. Bəzi sözlərin öz dilimizdə qarşılığı ola-ola alınması. Bəli, əlbəttə. Aktiv sözü, məsələn, mən həmişə yoldaşlara deyirəm, bizim dilimizdə fəal sözü var. Bu fəal sözün biz niyə aktiv sözü ilə əvəzləmişik? Nəyə görə bizim gözəl fəallarımız da məktəbimizin fəalları? Niyə məktəbimizin aktivləri biz deməliyik? Məktəbimizin fəal sözü daha gözəl, yumşaq səslənir. Dilə yatımlıdır. Dilə yatımlıdır. Elə təkcə bu deyil, bizim yüzlərlə belə sözlərimiz var. Öz dilimizdə akkreditə olunmuş
sözü və yaxud da ki, sektor bölmə deməkdir. Bəli, Bölmə şöbə. departament. Niyə departament? İdarədir. İdarəçilikdən söhbət gedir də. Departament idarəçilikdən söhbət gedir. Yəni idarə olunan yer, təşkilatın idarə olunan. Bu bizim dilimizdə var. Müdür. Niyə müdür sözü dəyişilməlidir? Bizdə varıdır. Bizdə mağaza sözü var, dükan sözləri ləğv olub, marketinq sözləri gətirilib, dilimizdə cəlanıb. Mağazaların, restoranların, şadlıq evlərinin adlarına baxanda adam utanır. Çünki həmin o öz təzyiqləri ilə həmin restoranın müdürləri mütləq şəkildə deyir ki, mənim nədir o, Kleopatra olmalıdır. Şadlıq evimin adı Kleopatra olmalıdır. Niyə Kleopatra olmalıdır? Niyə? Məhz nəyə görə? Azərbaycanın Tomris qoyur. Bəzən qarşıma çıxıb dükanlarda gülməli adlar da Bəli, çoxdur. Təkcə dükanlarda deyil xanım. Dükanlardan başlayır gözəllik salonlarında, bazarlarda, böyük ticarət şəbəkələrində adlar düzgün qurulmur. Məsələn, buna nəzarət eləmək lazımdır. O reklamlar, dövlət reklam agentliyi var. Bu reklam agentliyi qadağa qoymalıdır, cərimələr tətbiq eləməlidir. Mənim ana dilim qorunmalıdır. Mənim ana dilimdə 130 min söz var. Bu 130 min sözün hər birində gözəllik durur, hər birinin arxasında bir əxlaq durur, hər birinin arxasında bir varlıq durur, bir mənəviyyat durur, bir saflıq durur. Dilimizin qüruru durur, dilimizin zənginliyi durur. Azərbaycan dilinin zənginliyini biz niyə qoruyub saxlaya bilmirik? Niyə qoruyub saxlamamalıyıq? Axı, bizim ümumi liderimizdə Azərbaycan dili haqqında gözəl, bir-birindən gözəl sözlər səsləndirib. Azərbaycan dili haqqında 70-ci illərdə Böyük Sovetlər İttifaqında bilirsiniz, hansı çətinliklərlə üzləşib və bu günləri Azərbaycan dili haqqında görürsünüz, ortaq Azərbaycan dilinin formalaşdırılmasından ötürü biz çalışırıq ki, Azərbaycanın ortaq bir türk dili ortaya çıxara bilək. Orta Asiyada bizə həmfikir, dilimizə yaxın olan özbəklər var. Özbəklərlə artıq mən danışanda hiss edirəm ki, Sovet vaxtında mən bilmirdim özbəyin danışdığını, elə bilirdim yad dildir. Bəs Mübariz müəllim, çıxış yolu necədir? Məsələn, əvvəllər bədii şura var idi, nəzarət edirdi. İndi məsələn necə olmalıdır? Təzədən strukturmu formalaşmalıdır ki, nəzarət etsin bunlara? Hətta məsələn, reklamçılar da belə verilişlərə, bayağı verilişlərə müraciət edir ki, çünki deyirlər ki, auditoriya daha geniş olur bu verilişlərdə, nəinki ciddi mövzulu verilişlərdə. Siz nə düşünürsünüz bu barədə? Sözsüz ki, biz 21-ci əsrin insanlarıyıq. 21-ci əsr formalaşmış müasir bir əsrdir. Bu əsrdə axır insan təfəkkürü, insan beyni o qədər inkişaf edib ki, bizə nəzarət, özümüzə nəzarət eləmək iqtidarında olan insanlarıq. Bizim başımızın üstündə Damokl qılıncının asılması lazımdır. Mütləq deyil ki, hansısa bir televiziyaların, aparıcıların, hansısa bir verilişlərin, senarisini quranların başının üstündə Damokl. Sadəcə olaraq o televiziya rəhbərləri var. O rəhbərləri biraz məsuliyyət daşımalıdır, biraz məsuliyyət hiss eləməlidir ki, mən Azərbaycanlıyam və mənim yaşadığım ölkənin adı Azərbaycan Respublikasıdır. Və Azərbaycan dili var, Azərbaycan dili ilə yanaşı Azərbaycanın özünün mətbəxi var. Həm də Azərbaycanın özünə xas adət-ənənələri var. Biz bu adət-ənənələrimizi bu vasitə ilə qoruyub saxlamalıyıq. Mən başa düşürəm, televiziyalar reklamların hesabına yaşayır, bugün özəl televiziyaları yaşadan reklamlardır, sponsorluq edən onlardır və onlar da istəyirlər ki, hansı verilişlərin reytingi böyükdürsə, həmin verilişlərdə öz malların, öz istehsal elədiyi, istehlak elədiyi malları sata bilsin, bazara çıxara bilsin. Ancaq biz elə eləyək ki, onu bazara çıxartmaqla dilimizi, mənəviyyatımızı satmayaq da, mənəviyyatımızı ucuzlaşdırmayaq. Biz onu da qoruyaq. Televiziyalar şərait yaratsın. Mən demirəm, özəl televiziyalarda verilməsin. Özəl televiziyalar mütləq şəkildə buna nəzarət eləsin. Mütləq şəkildə birinci dilimizə nəzarət eləsin. Dilimizi qorusun, dilimizin saflığını qorusun, dilimizin ədəbiliyini, zənginliyini qorusun. İkinci, milli dəyərlərimizi unutmasın. Bəli, çünki verilişlərdə görürük söyüşlər, təhqirlər, ekspertlər belə iştirakçıları necə təhqir edir. Niyə? Axı bu efirə xalqımıza yaraşmayandır. Axı bizim övladlarımız evdə baxır. Bizim gəlinlərimiz, qız gəlinlərimiz baxır. Bizim analarımız baxır bu verilişə. Atalarımız, abıçək analarımız, ağsaqqal atalarımız, bizim gözəl bacılarımız baxır bu verilişlərə, qız uşaqlarımız baxır bu verilişlərə. Biz bu verilişlərdə nəyə lazımdır? Həddimizi aşmaq. Biz dərhal özümüzü cilovlamağı bacarmalıyıq. Mən bayaq ASTV-ni elə belə misal çəkmədim. ASTV-də bu nəzarət olub, bugün də qorunub saxlar. Nəyə görə? O əxlaq kodeksləri özün formalaşdırıb. İctimai televiziyada həmin məktəbi
davam elətdirir və bir-iki televiziyalar var ki, o ənənələri qoruyub saxlaya bilir. O da lazımdır. Mütləq Azərbaycan dilinə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan ədəbiyyatına hörmətlə yanaşmaq lazımdır. Milli dəyərləri qoruyub saxlamaq lazımdır və ümumilikdə Azərbaycan ailəsinin saflığını qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Biz bugün görürsünüz boşanmaların sayı günü-gündən artır. Buna da səbəb həmin verilişlərdir, xanım. Siz bilirsiniz, telefonlar bir yandan, verilişlər bir yandan ailələrin dağılmasına gətirib çıxardı. Sovet vaxtında dünyada Azərbaycan bəlkə də Sovet İttifaqı o vaxtda sonuncu yerlərdə görürdü. Çünki Sovet İttifaqının əhalisinin 5-i Orta Asiya türk dövlətləri idi və Qafqazda 3 dövlətdir. Bunlar 8 dövlət həmin əxlaqların içində bişmiş dövlətləridir. Və Hindistanda 7% boşanma vardı. Fransada 50%-i keçirdi həmin dövrlərdə, Sovetlər dönəmində. İndi Azərbaycanda Allah göstərməsin, Azərbaycan ailələri dağılır. Azərbaycan ailəsinin dağılmağına həmin verilişlərdə açıq-saçıqlığı həddən artıq qabarıq şəkildə verilməsidir. Mən istəmərəm mənim dilim, mənim mədəniyyətim korlansın, mənim əxlaqım korlansın. Çünki bugün mənim əxlaqım korlanırsa, sabah mənim xalqım bunun peşmançılığını çəkəcək. Mənim gənclərimin gələcəkdə apardığı, yürütdüyü həmin bax bu səviyyəsiz verilişlərlə. Bəli, davam edəcək. Görəcək ki, bizə bunu məsləhət verən yoxdur, bizə qadağa qoyan yoxdur, bizə ağsaqqal tövsiyələri verən yoxdur. Onlar bundan davam edəcək. İrad mütləq lazımdır. Yeri gəlmişkən Türk Ağsaqqallar Birliyi yarandığı qısa bir müddətdə görürsünüz nə böyük nailiyyətlər əldə edir. Nəyin sayəsində? Həmin ağsaqqalların tövsiyəsi, ağsaqqalların gənclərə verdiyi, yaratdığı şəraitdə, mümbit şəraitdən istifadə edərək bugün görürsünüz ki, bizim Türk Ağsaqqalları Birliyinə gənclərin axını necə başlayıb. Bölgələrimizdə, xüsusən Gəncə bölgəsində mən bu yaxınlarda gedə bilmədim. Bizim orada keçirilən görüşdə, Gəncə Universitetində keçirilən tələbələrlə, Yeni Azərbaycan Partiyasının üzvləri ilə keçirilən görüşdə siz gördünüz ki, Azərbaycan gəncləri necə axın tapıb bizim bu ictimai birliyə gəlirlər. Və bugün həmin bu aktuallıq burada qorunub saxlanır və təbliğ olunur. Bugün son vaxtlar Türk Ağsaqqalları Birliyinin gördüyü, məsələn, işlər, gənclərin apardığı siyasət nəinki mən baxıram, gənclərimizi qane edir. Artıq bu yönümdə böyük bir məktəb yaradırıq biz. Bu məktəbin yaranmasında sizin də rolunuz var, sizin də bu televiziyanın, Misiya televiziyasının rolu var, xidməti var, Ağsaqqallar qəzetinin də xidməti var və bura cəm olan ağsaqqalların özlərinin də xidməti var. Çünki dama göl olar. Hər ağsaqqalın bir nəsihəti, bir öyüdü böyük bir sağlam nəsil yetişdirir, sağlam bir gələcək uğrunda böyük bir addımlar atır. Və mən bu yönümdə Türk Ağsaqqallar Birliyinin apardığı işi alqışlayıram. Təşəkkür edirəm Mübariz müəllim. Öz dəyərli bilgilərinizi, nəsihətlərinizi bizimlə bölüşdünüz. Doğrudan da çox faydalı mövzular idi və inanırıq ki, digər iştirakçılarımız üçün də çox faydalı olar. Bizdən bu günlük bu qədər. Verilişimizin növbəti buraxılışlarında görüşərik. Sağ olun, salamat qalın.